Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə 2-ci Rus-Qacar müharibəsi haqqında danışacağıq. Dedik ki, Gürcüstan müqaviləsi imzalandı. Azərbaycan da bu İrəvan və Naxçıvan istisna olmaqla bütün Şimali Azərbaycan Ruslara verildi. Və orada bir separat akt var idi. Nə idi o separat akt? Yəni bu sərhəd məsələsinə yenidən yenə baxa bilərik. Və həmin dövrdə də Rusiyanın hörməti artmışdı. Avropada mövqeyi möhkəmlənmişdi. Napolyon Fransasının üzərində qələbə çalmışdı. Beynəlxalq nüfuzu artmışdı. Ona görə Qacarlara torpaq vermək fikri yox idi. Bu da kimi narahat eləyirdi? İngiltərəni narahat edirdi. Çünki İngiltərə dedi yaxı şərqdə mülkləri var idi. Məsələn Hindistan. Ora problem yarana bilərdi. Ona görə 1814-cü ildə Tehran müqaviləsi imzalandı. Kimdən kimin arasında? Qacarlarla İngiltərə arasında. Kimə qarşı? Ruslara qarşı. Tehran müqaviləsinin şərtləri nə idi? İngiltərə deyir ki, mən sənə hərbi və maliyyə yardım göstərəcəm. Sən də Hindistanın o sən tərəfdən olan sərhədinin təhlükəsizliyinə təminat verəcəksən. Bunlar bu cür razılaşırlar və hətta İngiltərə deyir ki, narahat olma. O Gürcüstan müqaviləsində olan separat aktın yenidən qaldırılması məsələsinə mən sənə dəstək olacağam. Bəli, belə bir prosesdə deyirik ki, Çar 1-ci Aleksandr nə edir? 1817-ci ildə Aleksey Yermolov bir nümayəndə heyətinin başına qoyub göndərir hara? Qacar sarayına. Nəyə göndərmişdi bunu? Deyirdi, get Qacarlarla dostluq, tərəfdaşlıq haqqında müqavilə bağla. Bu da gəlib baxır ki, bunlar hamısı müharibəyə hazırlaşır. Bu da vəziyyət fərqlidir. Biz bura barışığa gəlmişik, bunlar müharibəyə hazırlıq görürlər. Nə idi? Hətta dedik ki, İngiltərə Qacarları müharibəyə təhrik etmək üçün müəyyən şeyləri artırmışdı. Məsələn, maliyyə yardımıdır, hərbi yardımdır, bunu artırmışdı. Eyni zamanda metal tökmə zavodu inşa etdirmişdi Tehranda, Təbrizdə. Bundan başqa barıt istehsalını nizamlamışdı. Daha sonra nə etmişdi? Sərhəd qaralarını möhkəmləndirmişdi. Yermolov da baxır ki, bunlarda vəziyyət fərqlidir. Ona görə də deyirik ki, Qacar sarayını tərk eləyir. Görür ki, burada qalmağın mənası yoxdur. Və hətta deyirik ki, ikinci səfər yenidən nümayəndə heyəti göndərir Rusiya buna 1826-cı ildəki Lənkəran və Qarabağda müəyyən əraziləri verərəm. Lakin Qacarlar bunu qəbul etmirlər. Və 1826-cı ilin iyul ayında 2-ci Rus-Qacar müharibəsi başladı. Aha, yazmışıq ki, keçmiş xanların fəaliyyəti. Çünki biz dedik axı, burada hansı xanlıqda problem yaranırdı? Xan qaçırdı Qacar sarayına. Nə idi? Burada əsas məqsədlər Abbas Mirzənin planı oydu ki, Qarabağı tutacaq, ondan sonra Gəncəni tutacaq, Tiflisi tutacaq, tamamilə Rusları Cənubi Qafqazdan aparıb atacaq Terek çayının o tərəfinə. Yəni keçmiş Səfəvi ərazisini bərpa eləyəcək. Və həmin vaxtda deyirik müəyyən xanlar vardı Abbas Mirzənin ordusunda. Məsələn, Gəncəli Cavad xan oğlu Uğurlu xan var idi, keçmiş Bakı xanı Hüseynqulu xan var idi, keçmiş Şamaxı hakimi Mustafa xan var idi və bundan başqa da xanlıqlar orada iştirak edirdilər. Nədir? Dedi, hərəniz bir ərazini azad eləyəcəksiniz. Məsələn, deyirik ki, 1826-cı ildə Lənkərandır, Şamaxıdır, Şəkidir. Bunlar tamamilə azad olub, xan hakimiyyəti bərpa olundu. Hətta İrəvan xanı Həsən xan neyinir? Pəmpək və Şorayı azad edir. Bəli, lakin həmin vaxtı müəyyən ərazilər azad olunmadı. Məsələn, hara azad olunmadı? Yazmış ki, Abbas Mirzənin strateji səhvi nə idi? 48 gün Şuşanı mühasirədə saxlamaq onun strateji səhvi idi. Çünki o dağınıq Ruslar bütün ordusunu cəmlədi Tiflisə və oradan Şuşa istiqamətində yürüşə başladılar. Deməli, Abbas Mirzənin bu yürüşü zamanı Şuşadır, Bakıdır, Qubadır, Dərbətdir. Bunlar istisna olmaqla digər ərazilər azad olunmuşdu. Çünki biz dedik axı, Lənkərandır, Şamaxıdır, Şəkidir, bunları azad elədi keçmiş xanlar. Öz xan hakimiyyətini bərpa elədi. Amma Şuşanı tuta bilmədi, Şuşanın mühasirəsini özü də Abbas Mirzə rəhbərliyi eləyirdi. Bakıdır, Qubadır və Dərbətdir. Bunlar azad oluna bilmir. Bəli, bunlar istisna qeyd eləmişik. İndi başlayırıq əsas döyüşlərə. 1826-cı ildə Şəmkir döyüşü baş verdi. Deyirik, Şəmkir döyüşünə nə baş verir? Həmin bu Qacarlar məğlub olurlar döyüşdə. Ondan sonra 1826-cı ildə Gəncə döyüşü baş verir. Deyirik, Gəncə döyüşü nə idi? Döyüşün 2-ci Rus-Qacar müharibəsinin taleyini həll eləyir. Yəni, ən böyük döyüş bu idi 2-ci Rus-Qacar müharibəsi dövründə. Bəli, həlledici döyüş idi. Deyir ki, Qacarlar ağır məğlubiyyətə uğradırlar və nə idi? Geri çəkilməyə məcbur olurlar. Yaxşı. Sonra davam edirik. Naxçıvanın tutulması yazmışıq ki, 1827-ci ildə bəli, Naxçıvan döyüşsüz tutulur. Ondan sonra nə olur?
Deyir ki, Naxçıvan tutulandan sonra gedir ki, mən də İrəvan qalasını mühasirəyə alacağam. 1827-ci ildə Cavanbulaq döyüşü baş verdi. Bəli, Cavanbulaq döyüşü deyirik Abbasabad qalasının taleyini həll eləyir. Həmin Cavanbulaq döyüşündə də Qacarlar məğlubiyyətə uğradıldı. Ondan sonra bəli 1827-ci ildə Sərdarabad döyüşü baş verdi. Deyir Sərdarabad döyüşü də birbaşa İrəvan xanlığının taleyini həll eləyirdi. Bəli, həmin bu Sərdarabad döyüşündə gənə də Qacarlar məğlub olur və eyni zamanda 1827-ci ilin oktyabr ayının 1-də İrəvan qalası ələ keçirilir. Bundan sonra ruslar sakit durmurlar. 1827-ci ildə Maku, Xoy, Mərənd, Təbriz ələ keçirilir və hətta deyirik Təbriz ələ keçirən kimi nə yaradırlar? Müvəqqəti idarə yaradırlar. Harda yaratmışlar müvəqqəti idarəni? Biz deyirik də şeydə müvəqqəti idarə yaratdılar axı Şəkidə üsyandan sonra. Onun kimi Təbrizdə də müvəqqəti idarə yaradıldı. Və hətta deyirik bundan sonra 1828-ci ildə Urmiya və Ərdəbili də ələ keçirirlər. Artıq Qacarlar görür vəziyyət pisdir. Digər tərəfdən də İngiltərənin köməkliyi ilə nə baş verdi? Türkmənçay müqaviləsi imzalandı. Deyir ki, Qacarların nümayəndə heyətinin başında Abbas Mirzə idi. Rusların da nümayəndə heyətinin başında Paskeviç idi. 16 maddədən ibarət Türkmənçay müqaviləsi imzalanır. Nə idi Türkmənçay müqaviləsinin şərtləri? Heç nə, Qacarlar deyir ki, biz Cənubi Qafqazda olan iddiamızdan əl çəkirik. Əvvəllər Naxçıvan, İrəvan da qalmışdı Qacarların tərkibində. İndi ümumiyyətcə Naxçıvan da, İrəvan da daxil olmaqla Arazdan şimalda olan bütün torpaqlar verildi. Kimə? Ruslara. Dedi ki, Qacarlar dövlət deyir ki, Xəzər dənizi sənin daxili dənizindir. Orada hərbi donanma saxlamaq hüququ yalnız və yalnız Rusiyaya məxsusdur. Aydın oldu mu? Bəli, və hətta orada 15-ci maddə var ki, o da bizə lazımdır. İranda yaşayan ermənilərin Cənubi Qafqazına hərəkətinə icazə veriləcəkdir. Axı bunlar döyüşdə çoxlu adam itiriblər, Cənubi Azərbaycana giriblər, döyüşü Qacarlar başladıbdır. Ona görə deyir ki, təzminat belə ödəməlisiniz. 20 milyon rubl təzminat ödəməlidir və təzminatın çox hissəsi ödənilənə qədər Rus ordusu Cənubi Azərbaycanda qalacaqdı. Bəli. Yəni bu kimi proseslər baş verir. Həmin bu Türkmənçay müqaviləsi ilə demək olar ki, bu məsələ sona çatır. Bundan başqa biz 1829 Ədirnə də yazmışıq bura. Bu nədir? Həmin vaxtı artıq qəbul eləmək istəmirlər. 2-ci Rus-Qacar müharibəsi. Axı başa çatıbdı. Ruslar qələbə çalıbdı. Ona görə də Rusiya-Osmanlı müharibəsi başlayır. Və deyirik ki, həmin döyüşdə də Osmanlı məğlub olur və Ədirnə sülhü bağlandı. Nə idi Ədirnə sülhünün şərtləri? Osmanlı dövləti məğlub olduğuna görə təzminat verməli idi. Eyni zamanda Osmanlı dövləti Moldavadır, Valaxiyadır, Serbiyadır. Bunlara muxtəriyyət verirdi və Rusiyanın Cənubi Qafqazdakı işğallarını rəsmi şəkildə tanıyırdı. Hətta deyir ki, Yunanistana da müstəqillik verildi. Bu kimi proseslər baş verir. Hətta bu Ədirnə sülhündən sonra deyirik ki, 90 minə yaxın erməni Osmanlı ərazisindən Şimali Azərbaycana, İrəvan zonasında gəlib məskunlaşırlar.